Lakin hiçbir kurum gelip bu yatakhanayla maraqlanmır. Sakinler buradadır. Özünüzü təqdim edin. Hüseyin Əliyev Mahir Fəxrəddin Oğuz Əbray Qaşqını. Ayın 7-sindən yanğın baş veribdi. Bugünə kimi bizə gəlib heç kim baxmayıb. Bir dəfə baxıb gediblər, maraqlanmırlar ki, bunlar nağaylıbıdır. Birinci mənim evimdir bir yanın. Yorğan döşəyimdir. Deyirəm, kirayə ev, deyir, Kufçaliyev tapın. Kufçaliyev mən hardan tapım? Bir dənə otaq yatmaq olmur yorğan döşəkdə. Yox, hissdən adam boğulur adam. Evimi də çəkə, evim də pis gündədir. Qalmışıq belə. Neçə ildir burada yaşayırsınız? 21 ildir buradayım. 21 ildir. Siz bu yanğın hadisəsi ilə bağlı ümumiyyətlə icra hakimiyyətinə müraciət eləmisiniz? Qaşqınkoma müraciət eləmisiniz? Qaşqınkom yanan günü gəlib çıxıb gedib deyib hər şey yaxşı olacaq, düzəldəcəyik. Sağ olsun ki, fövqəladə çıxartıb, fövqəladə olmasa uşaqlar qırılmışdı. Mənim də oğlum Ofskiyə gəlmişdi. Onu promoy səbətlə çıxarıb fövqəladə. Bu oldu böyle 4 nəfər ailə. Bax, buraya yanında su tökülüb. Aşağı mərtəbələr hamısı Aşağı sudur. mərtəbədə ziyan Bu qədər çəkib. uşaq böyük harda qalır, harda yatırlar? Çöllərdə deməyəm ki, mən hispasının içindəyəm orada. Amma baxan yoxdur. Baxmaq olar evlərə. Baxmaq olur. Siz buyurun. Müsahibə alalım. Bir dənə. Zəhmət olmasa. Siz özünüzü təqdim edin. Əsədov Hikmət Muxtaroğlu. Binə qəsəbəsi Füzuli rayonundan. Binə qəsəbəsi 101 saylı yataqxanada qalırıq. 7 mart oruca iftara 20 dəqiqə qalmış binamız partladı. Yanğın baş verdi. Səbəbi bilinmir. Araşdırma gedir, amma səbəbi bilinmir. 7 martdan 13 marta kimi heç bir qurum bizlə maraqlanmır. Heç bir dövlət orqanında yaxınlaşmır. Bələdiyyə, icra başçısı, Qaşqınkom heç biri gəlmir. Biz qalmışıq çöllərdə. Bizə ya bir evlə təmin eləsin, ya bizim nətər deyim, yaşadığımız yeri remont eləsin. Vallahi burada yaşayış sıfır da, sıfır. Biz özümüz çöllərdə qalırıq. Sistem boğulur. Bizi nətər deyim, nə qədər mən daimin, xalamın, əmmin evində qalmalıyam. Adam üz-üzdən də utanır, olmur. Neçə ailə yaşayır bu? Burada demək olar ki, hardasa 50-yə yaxın ailə, o pişi ailəni götürürüm, cəm. 50-yə yaxın hamımız deyir, çöldə qalırıq. Yer, yorğan döşək, səhpişik hamımız uzamışıq, yatırıq. Günüzü yola veririk, gecəni də gedirik, büzüşüb dururuq. Nağayraq. Bizə Qaşqınkom dedi ki, 7 mart günü bir gün səbr eləyin. Bəlkə elə olmadı. Bir gün səbr eləyin. Sizi yerləşdirəcəm. Dövlətə müraciət edirik biz buradan, xalqımıza. Amma yerləşdirən olmadı bizə. Bir dənə də gəlin belə çəkiliş eləyin. Bir dənə də bax. Zəhmət olmasa bu. Bax, gəlin bir dənə baxın, bax. Beləçinə baxın. Yanğın burada Bəli, olur, ha? yanğın burada olubdur. Nəzarət yoxdur. Baxın, yəni bizim yuxarı mərtəbələr, 4-cü, 5-ci mərtəbələr, 4-5-ci mərtəbələr. Ziyanda mənim evim yararsız gündə. Yəni bu vəziyyətdə uşaqdır, böyükdür, qadındır, hamımız qalmışıq çöllərdə. Evdə kim varmış yanğın Burada zamanı? evdə yanğın zamanı balaca uşaqlar olubdu. Xəsarət almayıblar ki. Xəsarət fövqəladən Allah canını sağ eləsin, Allah onların balasını saxlasın. Qorudular, qoymadılar. Onlar olmasa biz ölmüşdük. Belə içi mən qaçıq ölmüşdüm. Buna baxın bizim qaldığımız evlər. Yəni bunun üstü də mənim evimdir, o üstü də mənim evimdir. İkisi də yararsız vəziyyətdə. Yararsız vəziyyətdə. Hamısı yanıb atmış. Almışıq bax belə. Baxın, gəlin bir də içəriyə də baxın. Zəhmət olmasın, siz də buyurun, keçin oranı da bir dənə çəkin. Bizim istədiyimiz var ki, Ben her şeyim yararsız, hiç ne yok. heç nə istəmir, gətirsin bizə 100 min versin, 200 min versin, istəmirəm, evi təmin edəsin, əşyalarını qaytar. Dayan ziyan ödəsinlər. Bəli, o bir evdə Keçib yanğı, bura. telefaldır, nədir, neysə partlayır. Evi təmin etsinlər. Qaz balonları zad da olubdur. ödəsinlər. Yanğının baş verməyəcək. İndi mən sizdən nə deyirəm? Bunu nə edəcək? Çöldəki olan toplar var ha, bu kabirləşmə. Biz burada nətər deyim, elə insan var ki, çöldə qalanmır da, qalır o evdə. Orada olan topları elə qurlaşdırırlar. Faciə baş verir. Gəlin bir dənə, icazə verin. İcazə verin bir dənə. Baxın, gəlin bura. Bax, bu kabellərin hamısı qırıq-qırıq kabellər qurlaşdırıbdır. Bunu bələdiyyə, icra başçısı, Qaşqınkom heç biri baxmır. Bunu da
Allah eləməsin bir fəsad da vurdu partlatdı. Hamısı calaq. Baxın. Hamısı calaqdan əmələ gəlir. Buna baxın. Bu vəziyyətdə biz qalırıq. Çöllərdə, düzlərdə. Yəni bizim belə çıxmasın acı bir balalarımızın isti yeməyinə kim gətirib vermirlər bunlar. Bəs nə yeyirsiniz? Nə Bu yeyirsiniz? nə yeşlə xiyar pomidor. Gördüyünüz kimi əziz izləyicilər, hal-hazırda biz Xəzər rayonu Binə qəsəbəsindəyik. 101 saylı yataqxanada üzr istəyirəm. Sakinlər etiraz edirlər ki, evimiz, yaşadığımız yataqxana bərbad vəziyyətdədir. Ümumiyyətlə icra hakimiyyəti, Qaşqın ümumiyyətlə baxmır, maraqlanmır, acınacaqlı vəziyyətdəyik. Bu işlərə baxsınlar. Qaçqınları yerinə yerləşdirsinlər. Ya nə bilim, əllərindən nə gəlir onu eləsinlər də. Burada eləsi var qazidir. Qazinin evi belə olmaz axı. Olmaz. Təzə də körpəsi olub, gücün onu evdən çıxartdıq çölə. Sən də siz nə deyə bilərsiniz? Bax bu yanğından. Özünüzü təqdim edin. Abil bəy, özünüzü təqdim edin. Mehmet Ömer Feth Tavşoğlu. Hansı rayon sakinisiniz? Yavrudan buradayım. Evdeydim. İndi mən qalmışam belə gedib qızımla kiraya qalır gedib qızımın yanında ya qalan qızımın yanında. Belə olmadı axı bu baxan yoxdur, eləyən yoxdur. Hansı qurumlar sizə zəng eləyib? Kim zəng eləyib? Heç kim. Heç bir icra Yox, hakimiyyətindən. heç kim. Bircə Qaşqınqom gəlib baxıb düzələcək. Bir gün Kim gəlmişdi? Qasımqomdan kim gəlmişdi sizə? Şəhərə xanım. Füzuli rayonu. Bəli. Burada bayaq vətəndaşlar dedi Şəhərli xanım hansısa bir ifadəni işlədib sizlərlə bağlı. Ana konuş. Qardaş, Şəhla xanım sizə nə ifadə işlədib ki? Şəhla xanım belə deyim də, burada qaçqın olmaq deyil, biz də bir Azərbaycan vətəndaşıyıq. Azərbaycan xalqıyıq. O demək deyil, bizi nətər deyim, bizi bir pis vəziyyətə qoyar. Qaçqın bir insandır. Nə olsun qaçqın statusu almışıq? Siqan ya qaraçı deyilməməlidir. Yəni dövlət onu otuzdurursa orada, demir ki, buradakı olan yaşayışda cəmaatı təhqir eləsin, alçatsın. Azərbaycan vətəndaşı. Bəli, mən Azərbaycan vətəndaşıyam, Qarabağlıyam, Füzulidənəm. Buradakılar hamısı Qarabağlılardır. Sizə alçaldıcı ifadələr işlədir. Olmaz. Bizdə siqan Şəhla xanım kimdir? Kimdir Şəhla xanım? Füzuli rayonu Qaşqınqomu. Kuratorudur da yəqin. Qaşqınqomun nümayəndəsidir. Qaşqınqomun böyüyü Rövşən müəllimdir. Rövşən Rızayev. Rövşən Rızayevdir. Məcburi köçkünlərin kuratorudur. Bu olan kadrlardan bəlkə də xəbəri yoxdur. Bəlkə də var. Yəni olmamış olmaz. Yəqin ki bu yanğın Bəli, ki bu qədər bəli. yayılıb. Əgər nümayəndə bilirsə, təbii ki, rəhbərlik də Burada biz bilməlidir. qalırıq. Bunun bizim də vəziyyətimizə baxın. Bu yuxarılara baxın. Bu vəziyyətdə, yəni nətər deyim, burada insan qalmaz, amma biz sıxıntı, çətinlik, buna baxın bir dənə. Uşaqlar nədə yanıyor? Bəs baxmırsınız uşaqlar nədə? Bizim balaca uşaqlarımız var. Uşaqları deyirəm, hə. Balaca Onlar uşaqlarımız var. fikirləşsin ki, bu gündədir cəmaat. Çıxılı uşaqlar, Gəlib körpəsi deyirlər var, ki, isi var. Onlar fikirləşsin də bunu. Nə Yanğından- qədər zülüm çəkmək olar? Bu da 10 gündə mən çöllərdəyəm. Yanğından öncə də sizlə maraqlanan olmayıb. Yox. Ancaq belə şey düşəndə gəlin də, yaxşı olaraq büyün gözün səhər düzəldəcək. Büyün gözün səhər düzəldəcək. Hə, ümidlər verirlər. 7-sindən mənə heç nə yoxdur. Hissin içində adam yatar, yorulur, döşək hissdir. Tullayıb çoxur. Ya adam öskürür, boğazı tutulur. Hamısı his bastı, gəl mətbəx baksınlar. hardadır? Mətbəx yox. Mətbəx var, teşlə, çöldə. Doğrudan boşdur. Mətbəx yox. Maraqlı işirdi. Çöldə. Antisanitariyadır buralar. Bəli, antisanitariyadır. Bu vəziyyətdə bizi qoyurlar, bu vəziyyətdə. Bizə, yəni baxan yoxdur. Birinci növbədə prezidentimizə səslənirik. Cənab İlham Əliyevə. Ona səslənirik. Birinci bu bizim yaşayışımıza, nətər deyim, bu yaşayış deyil, Hər bir vallahi. mövzusunda yaşayış. Söz tapıram deyim. Bir şey ki, öskürə qalxırıq, öskürə düşürük yaşayı. İçimiz salatımız hamısı üstüdür. 5-ci mərtəbədə bu vəziyyətdədir. Baxın, görürsünüz 5-ci mərtəbənin şüşələri bu vəziyyətdə. Görün bir dənə, amma baxın. Bu... Yəni Allah eləməsin, bir balaca uşaq belə olsa şüşədir də. Əlin kəsə bilər, hər an. Buna baxın, bizim qaldığımız budur. Bu vəziyyətdəyik, bizə nəzarət edən yoxdur. Bilirəm, dövlətimiz var. Allah onun canı sağ eləsin. Amma nəzarət edən yoxdur. O aşağıdakilər. O icra başçıdır, o bələdiyyədir, nə bilim, heç biri də bizə baxmır. Gəlin bir dənə zəhmət olursa, burada. Deməli, bu ev mənim evimdir. Bu evdə mən yaşayıram.
Aşağı mənim o suyu mən tökürdüm yuxarıdan aşağı. Həm koftalı döymüşəm, həm koftası döymüşəm. Niyə koftalısız? Bədənim yanmasın deyə suyu tökürdüm üstümə. O otağın altında yanan otaq aşağıdır. Buralar o qədər dumanlı idi ki, göz görmürdü. Allah bir ailəsən pışqırırdı. Bəlkə də fövqəladə olmasa buradakı millətin hamısı qırılmışdı. İki biz qalmışıq. Bəlkə videonu göstərəsiz. Bəli, məndə var. Bu da Məndə var, hamısı var. Bax, oğlum əskəriyə gəlib, atır, su verir, mən də atıram. Bax, xəzənin üstə çıxacam. Bax, çöplə su atıram. Mənim yerimi keçmədim. Böyəcə boğuldum, qaçdı, karbonda qarı, keçdi qonşu. Bəs necə söndürdülər bu cünalı bu Fövqələrə zaman? gəldi, sağ olsun. Fövqəladən Allah balasını saxlasın. Olmasa qırılıq batacaqdı. O olmasa biz qırılmışdıq hamımız. İçim mən daxil ölmüşdüm. Gəlin bir dənə də oranı çəkəyin zəhmət olmasa. Gəlin. Baxın bir dənə. Buna biraz şık verin. Bir dənə. Görürsünüz, baxın orada suyu belə mən tökürəm. Vedrələrdə su tökürəm. Video görüntünü mən atmışdınız. Bəli. Yəni gəlin bir dənə zəhmət olsun. Yox, ayaqqabılıyıq. Gəlin heç olmaz, gəlin. Onsuz bu evdə yaşayış yoxdur. Bu evdə yaşayış yoxdur. Baxın, həmən vedrələrdir, həmən yenə bir ehtiyat üçün saxlayırıq da suda, onlar başımıza gələr. Yəni bu vəziyyətdə kondisionerimiz buradan alıb fışqırırdı, baxın. Siz buradan Bəli, mən buradan suyu tökürdüm. Bu videodakı kadrdakı həmən kadrda. Bəli, həmən ev, yanan evdir, o evdir. Yəni bizə nəzarət eləsinlər. Diye bak. Oğlan gömüğüne de getirdim. Altın teşekkür. Canı yox. Zəhmət olmazsa. Sizin. Hələ bax bu qonşum 3 gün 4 gün semestrdə yatır. Bax boğulmuşdu. Bax. Bir dənə yaxın. 2 dənə evdə orada suyun içində olur. İndi onu düşüb baxmasına baxarsınız. Gəlin baxalım ora zəhmət olmazsa. Baxın, mən özüm də xəstəxanada yatmışam. Bundan bax. Əsədov Hikmət Muxtaroğlu. Bəli, xəstəxanada yatmışam. Hansı xəstəxanada yatır? Semeşkada yatmışam. Semeşka xəstəxanada. 4-ün yarısına kimi mən orada olmuşam. Heç bir qurumda baxmır bizə. Sağ olsun, fövqəladə olmasa. Fövqəladə olmasaydı, and olsun, Allah bilir ki, hamımız kül olmuşduq. Hamımız kül olmuşduq. Onların Allah balasını saxlasın. Onlar olmasa biz yox idik. Gəlin göstərəyin o dediyiniz yerə. Neçənci mərtəbədən? Gəlin bax, aldı orada boğuldu. Ürək əzabı getmişdi. Yadın halı pisdir. Hələ indiyəcən halı pisdir. İndi hal-hazırda vəziyyətiniz necə xanım? Biraz yaxşıyam. 4 gündür xəstəxanadayım. Pəncərədən uşağımla Komada qaldı. Zəhərlənmişdiniz? Hə, zəhərlənmişdim. Sudurda keçmişdi. Hansı rayon sakinisiniz? Füzuli. Füzuli rayonu. Bura baxın, baxın. Vəziyyətimiz var. Acınacaqlı deyil. Həqiqətən acınacaqlı deyil. Yəni burada insanların çoxu niyə danışmır, mən deyim. Niyə danışmır? Qaçqın.com-dan qorxurlar. Niyə? Qorxurlar ki, birdən köçürmədən nəsə ev verməzdələr, belə eləməzdələr. Qoca Kimlik evlərə ya vermiyor. Qaçqın.com vermiyor, onu prezident verir. gəlin bir dənə qardaş, bizim yaşadığımız ayaq yolları bir dənə çəkin. Tamamı. Bir dənə buna baxın. Gelin görün bana Görmə o. insan çime. Dövlət. Burada çimirsiniz? Bəli, bizim qaldığımız bəli. Bizim qaldığımız saman, tualetdir, buralar görün. Bax bu şərəflərə, babamı da hamam. Burada necə çimirsiniz? Uşaqlar soyuqdur bura. Bir dənə yuxarılara baxın. Çox soyuqdur bura. Azı uşaqlar burada. Bura, mən deyim sizə. Kimin balansında? Bura icra başçısının da balansındadır, Qaçqın.com-un da balansındadır, bələdiyyənin də. Üçü də nəzarət edir, amma üçdə yoxdur. 100 bin nömrə yataqxananın balansındakı nədir? Nələr? Texniki peşə məktəbin balansındadır, bəli. Baxın, bizim vəziyyətimiz Çəkmişəm. Bu su axır gedir, niyə açmırsınız? bura təmir işləri qısadır. Qaçqın.com baxmalı. Deyiblər amma Bir dənə buna baxın. Buraların vəziyyətinə baxın. Bax, bizim vəziyyətimiz budur. Bu. Götürün suyu, təzdən bir daha buraxın.
Buna fərqli olan vəziyyətinə. Buralar nə kimdə? İşıq idarəsindən qardaş, çoxdan qulaq asın mənə. Yox. İşıq idarəsinin qırıq sökük toplarından çəkilmə qabiliyyətidir bunlar hamısı. Bunlar təbii təmiz kabellər deyil. Onlar bizim yanımıza gətirdilər, biz qoymurduq. Oradan dedilər, sizə işıq verəcəyim, belə eləyəcəyim, elə eləyəcəyim. Amma heç nə yoxdur. Baxın, bizim qaldığımız budur. Bu vəziyyətdə qalırıq. Məktəbdə nəzarət eləmir, 101 saylı texnikum da ora. Peşə texnikum. Bəli. Peşə texnikum. Ben burada yer salırlar. Bizden tutudan. Biz bu olur zaten. Su iskanı. Siz istəyirsiniz o yanan evi hər tərəfin ətrafını biraz da çəkin, qoyun tam nümayiş olsun, o bilinsin. İş. Bir dəqiqə baxın. Bildi. Burada hal-hazırda izləyicilər fövqəladə vəziyyətdir. Acınacaqlı vəziyyətdədirlər məcburi köçkünlər. İllərdir ki, burada yaşayırlar, bax bu vəziyyətdə yaşayırlar. Acyaşlı körpələri var, bu yanğından sonra zəhərlənmələr var. Çox insanlar zəhərlənib, xəstəxanada yatıblar. Yəni, bu məsələ ilə bağlı çox xahiş edərdim ki, icra hakimiyyəti və Qaçqın.com köməklik göstərsin bu insanlara. Biz əslində həmən gün çağıracaqdıq ki, gəlin buradan çəkin. Buna baxın xanım. Gördüyünüz kimi izləyicilər, gələcəyin əsgərləri yetişir burada. Bu acınacaqlı vəziyyətdə. Dəhşət deyir burada. Bəli, dəhşətdir. Burada uşaqlar yazıb. Acə çıx sölə, bala. Uşaqları qoruyor. İcazə verir, zəhmət olmuşur. Yavaş. Çok qabağa getmə. Ayağım həməyə sikilir. Baxın əzizləyicilər, yanğından sonra nəticəsi bax budur. Hal-hazırda vəziyyət budur. Hüdudi və məcburi köçkünləri məsələn dövlətdən kömək istəyir. 425 nəfər paylaşır. Oğlum əskər, Hüdudi məcburi köçkünləri kızım xəstə, özümdəki yoldaşım. Əskər olmaz. Əskər anasıdır. Balacalar hamısı şey çıxardı. Deyəm də, onun oğlu əskərdə təzə gəlibdir. Gəldiyi günün sabahsını Bana da yangın O söndürən. yazıq o qorxu ilə də getdi əskəriyə. O hər dəqiqə zəng edir. Hər an zəng edir ki, ay ana, ay atan, nətər oldunuz, neynədiniz, harda qaldınız, nə yediniz, nə içdiniz? 10 günlük tətilə gəlir. Bəli, o psixiyə buraxır da dövlət səviyyəsində Fövqəladə buraxır. Hallar Nazirisi kranla çıxardıb da. Bəli. Onların çəkilişlər hamısı məndə var. Əskər oğlanı, bu qızı, qonşunu, bir də qızımı. Mənim özümü belə maska ilə çıxardılar, mənim ailəm belə, hamısı maska ilə çıxıb. Buradakı nətər deyim, Yoldaşımı da. 5 yaşlı, 6 yaşlı uşaqlar hamısını kran vasitəsilə çıxıb. Yaman xanım, sizin evinizdir. Bəli. Siz də harada qalırsınız? Heç nə, çöldə. Çöldə bu yaman. Düşürük gedək aşağıda qalaq, oturaq o skamyakaların üstündə. Uşaqlar koridorda xanımın dediyinə görə koridorda. Çöldəki oturacaqlar. Bəli. Niyə bəs? Bəli. Boğuluruq tüstüdən, hissdən. Yəni bu sizə Ana nəfər gedirik, deyim, hamı siz deyir, iki dəfə də sizdən gəlirsiniz istəyir. bura, gedəsiniz. Amma biz burada daimi qaldığımıza görə burada olan bütün tüstülər bizim içalatımıza da olur. Yəni bizim burada nəfəs almamız da bir nəfər təhlükədir. Bu Qaçqın.com-dan Yaşamamız. gəlib sizi müayinələrə aparmırlar ki, bu Heç kim. Yox. Mən bir dənə söz deyim. Qaçqın.com-dan ya ev istəmirəm, ya pul istəmirəm. İstədiyim bir dənə yaşadığım öz binamı təmir eləsin. Yanan əşyalarımı qaytarsın. Bununla da maraqlanmır. Zəng edirsən ad boy verir.
El Ailədə yığmamaq. neçə nəfərsiz? Mən ailədə 3 nəfərəm. Mən bacım da şeydir, 2 qarındadır. Bir evdə qalırsınız. Hamilədir. Bəli. Tək biz deyilik, adam var ki, 8 nəfər üst-üstə qalır. Bir otaqlı mənzil. Bəli, bir otaqlı mənzildə. İşığı yandırıb bir də 3-cü mərtəbəyə baxaq ailədə. Gəl aç, qaç üçüncü aç. Siz skamyakalarda yatırdınız. Deyir, Allah bayırda anamı dedi pəncərədən çıxartmışam bayırda. Fövqəladən işçilər sağ olsun, Allah razı olsun. Bu anama bir şey olsaydı, o evin yanan sahasında mən böyük xətər yetirərdim də yəni. Yəni elə bir dərəcədə. Yəni hamımız bu xanımın yoldaşı, qızı, oğlu əskərlikdən gəlib, vətənin xidmətindədir. Özüm də vətənin xidmətində olmuşam. Yəni nəyə görə cəmaatın balaları məhv olmalıdır, nəyə görə yanmalıdır, kiməsə görə. Özdə bir normal adam olsalar, yəni adamı yandırmaz da, yəni başa düşün ki, nə dərəcədə o səviyyəsiz insandır. Gəlib yeri pərəzi yerirlər, yeri pərəzi lazımdır elə. Nə deyirlər sizə? İmkanları Yəni imkanımız yoxdur, yəni gəlib İmkanım yoxdur, İmkan olsa gəlib burada Bakırıyam. yaşamarıq. Yəni belə də ki, Bakı bizimdir, Bakı harada Gəlib yaşasın. qalmışam burada. Yoldaşım da ki, Qarabağ əli görür. Qarabağ qazisidir yoldaşım. Qazisi deyil, rəhmətə gedib indi, amma iştirakçısı olub da. Hə, veteran olub da, o da vətən olub Yox, da. polis olub. Polis olaraq MVD-nin 92-cilərdə döyüşür. MVD ilə hərbi Müharibə iştirakçısında. müharibə iştirakçısı, MVD-nin işçisi. Gəlin, 3-cü mərtəbəyə düşək, zəhmət olmasa bir dənə. Gördüyünüz kimi izləyicilər, hal-hazırda biz Binə qəsəbəsindəyik, Xəzər rayonunun 101 saylı yataqxanadayıq. İnsanların vəziyyəti bu vəziyyətlədir. 3-cü mərtəbədir bura. Ha tərəfdədirlər? O yuxarı düşünür belə. Burada? Üçüncü məkan buradan çıxdı. Bu yanan şişli göstərin, qoyun onu da çəksinlər. Gözlər düzəltdə danışırlar. Bax, bura yanmışdı. Bura keçən yandı, öz pulumuzla yığdıq, düzəltdik, bax, yandı. Bu elektrik şişdi yanıb. Hə, içi yandı, gecənin səhər-səhər. Öz hesabınıza düzəltdiniz. Öz hesabımızla düzəltdik, yenə də partladı, yenə çağırdı. Bilmirəm. Bu yanğının o yanğın aidiyyəti yoxdur. Bu yanğın çoxdandan olub. Sadəcə olaraq bunu qaçqın öz vəsaitinə düzəldir. Ondan sonra da yanğın oldu. Bəli, ondan sonra da nətər deyil? Uzunuza baxırım, biri məni. Allah canınıza dəyməsin. Allah sizi qorusun. Fövqəladə gəldi, işte bir yandan suya getdi, işin başladı. Bax, beləncə, saat sübh tezdən, saat 7-də o belə hadisə oldu, yandı. Baxın, baxın, görməyəcəklər. Bax, belə bu nədir? Yenə, bax, gəldilər, bir emosiyadan, bir nəfsə, heç nə elə bilmirəm. İstənilən yəni bunu öz vəsaitiniz hesabına Özünüz elədik, hə, içini açıb baxa bilərsiniz, o bir şey. Evlər pərəzi qaldı, koridorlara çıxıb qoyurlar. Bəli, yeməyimizi də çöldə düşürdük. Ayaqlarında gələn başlıqda 2016-cı ildə remont olundu, hamısı büdcə ciblərinə yalanla. Bələdiyyə Yalanla olsun, bəzək. Yəni boş-boşuna da yəni. Bələdiyyə köməkliyi olub sizə. Bəli, olub. Ərazimizi ən azından təmizlətdirib, neçə də həm var, dəfələrlə. Hə, Ən azından bələdiyyə bir əməkdaş, iki əməkdaş ayırıb. Təmizləyirlər, bələdiyyə ərazi Adın təmizləyir. soyadı nədir bələdiyyəsin? Bələdiyyənin, vallahi dəqiq bilmirəm, amma çox gözəl insandır. Allah onun canını sağ eləsin, o pislərin qabağını təmizlətdirib. Müraciət eləyirik. Birdən deyirsən, şükürlü olanda müraciət Qəşəng eləyirik. qabağını təmizlədilər. Bələdiyyə yoxdur, bələdiyyəyə bir dənə birləşik var, onun adı nədir? JEK deyirsiniz. Hə, jik olar. JEK köməkliyi edir ərazi təmizliyi ilə bağlı. Şey var, bu bələdiyyə birləşikinin adı nədir? Bax, bunu hamısı şit yox, yandı. Tezləndən, süt tezləndən. Bu qəzalı vəziyyətdə yenə də alışa bilər. Elədik, yenə gücü çatmadı. Bu hər an alışa bilər. Ha. Əlbəttə ki, deyir ki, hamı dəqiq. Jekdir, məktəb də oradır. Yəni baxan yoxdur, qaçqın budur. Yəni,
Bakıda o qədər evlər var ki, qaçqınlar gülərlər. Baxın, bura gəl. Balaca uşaqlar hamısı, balaca uşaqlar, yəni burada antisanitar vəziyyətdə qalırlar. Yəni toklar yaman gündə. Kamil qəşəng danışırlar. Hansı yerdən əsgərlər? Sən heç nə demən, nə tələb? Bu xanım. Sana səs atmışam da. O xanım Allah canını sağ eləsin. O xanım çəkməli ki, istismailəşdirməli ki, bunu bilsin. Xanım, baxın, bir dənə yaxınlaşın. Bu xanımın oğlu 2 dənəsi əsgərdir. Bu xanım amma çöldə qalır. Nəyə görə qalmalıdır? Buna niyə bu? Ayında bir gəlirlər, çoxcudan gündədir. İkiz oğlu var, bir dənə. 2 dənə ikiz oğlu var. Birinin adı Rəvandır, birinin adı Əlizradır. Əlizə aiddir. İkisi də Kəlbəcərdir, döyüş bölgəsində. Balaca nətər deyim? Budur da bizim vəziyyətimiz. Çox şey danışarım. Orası tökülüb, dağılıb. Burada qalıb. Yeməyimizin üstünə şey tökülməsin. Siz yeməyi burada pişirirsiniz? Bəli, kuklamız yoxdur, bunu qoyuruq ki, tökülməsin. Yəni, hər gün təmizlənir də var, təsəvvür edin. O gündən bura tökülmüşdü, yer ağabbaq idi. Bax, bura mənim evimdir. Bura? Hə, bax, bütün uşaqların ayağının altında yemək pişirirəm, ondan sonra. Bax, onu qoymuşam ki, kardonu ki. Üstünə yemək, o qədər yeməyimin içinə elə, məsələn, qopub Nəsə tökülür, hə? Tökülür, hə. Baxmadan istəyərəm, o qədər gözəl aynünlər istəyərəm, kurs belə şəraitdə olduğuna görə eləyə bilmirəm. Eləyə bilmirəm. Niyə görüm, əziyyət çək, bax, 10-15 yaşı var, istəyir gözəl bir yerdə yaşasın. Mən də istəyirəm gözəl qablar işlərdən. Amma yoxdur. Bax, suları doldurduq belə. Neçə aylarla sular vermirlər bizə. Suları doldururuq belə, tökürük bura, çipkinlik atırıq bura, dururuq burada ki, uşaq birdən gəlir, açıb əlini yuvar bura. Qorxa yaşayırıq. Amma acın toxun acdan nə xəbəri var ki? Keyflərini görürlər, ciblərini alırlar pulu, çıxıb gedirlər. Gör nə şəraitdə yaşayırıq, bax uşaqdır, çıxıb gedirəm işə. Bala, qızıram, ana tok vurar mənə, qoyur belənsiyle. Gör nə əziyyətdə yaşayırıq. Qabları yığırıq bura. O qədər qaçıb gəlib, ağırlayırlar, aparırlar qablarımızı, aynönlərimizi, produktlarımı hamısını mən bura yığım. Para yığım bir otağın içərisində. Olmaz belənciyle. O qədər gözəl evlərimiz var bizim Bakıda. 4 nəfərik. Bir otaqda. Bəli, bir otaqda yaşayırıq. 15 yaşında qız uşağım var. Mən bir otaqda nə görə qalmalıyam ki? Bax xanım, bir anda kimə müraciət edirsiniz burada? Valla getdik qaçqın özü bizim... Hal-hazırda kimə müraciət edirsiniz? Qaçqın qoma müraciət elədik, dedilər ki, nə bax... İndi kimə müraciət edirsiniz? İndi heç kimə müraciət Prezidentimizə müraciət edirik. Prezidentimizə, cənab prezident İlham Əliyevə. İndi prezidentimizə müraciət edirik. Bizi bu şəraitdə qutlasın. Nə bilim, 2 ilə köçürdəcək, 1 ilə köçürdəcək, bilmirəm. Hansı rayon sakinisiniz? Biz o rayonu Xoşəndətdikən. Burada bir dənə kameralar bir dənə belə çəkin. Burada gördüyünüz hamısı qaçqınlardır və qaçqın uşaqlardır. Bunlar hamısı, bu cavan uşaqlar gələcəyin əskərdir. Amma burada yaşayır. Gələcəyin əskərlərdir bunlar hamısı. Burada yaşayırlar. Bu antisanitar vəziyyətdə. Olmaz belə, suyu sallıb, bax, indi gedin hamama baxın, mən su qızdırıram. Saat neçə vedirə qızdırıram, 4 baş ailə çinməkdən ötürü. Su qızdıranla, kip dinliyinlə, orada da qızdırıram, kökürəm ora. Olmaz beləmsiyle. Biz də gözəl yaşamaq istəyir. Deməli, bir dənə sizə söz deyim. Dağlarımızın da gözəl arzuları var. Olmaz beləmsiyle. Otaqlarımız bizim yanıqda, düzdürmü? Bu binadan köçürdük, qaçqın ki, yerləşdiriblər binalara, blomluyublar ha. Heç olmasa o binadakı blomladıqları otaqları açsınlar, bu qaçqını yerləşdirsinlər. Onu da vermirlər. Qardaş, bunun kimi binada olmasa 22-23 bina otaqlar var.
Bir nömrə yaxaxanada yanğın baş verib. Ana bax. Əskər anası. Boynunu tutmalı. Yoxdur boynu qanası. Bunların qaldığı hamam tualetlər bir dənə çəkilsiniz. Burada. Bəli, bu evdə xanım incə qardaş çəkiliş eləyirdi. Burada sular vurdığına görə orada işıqlar partladı. Ona görə də yandırdılar. Burada. Bəli, incə girdiyiniz istira verən otaqdır. Hey! Ona bağlarsınız. Belə əzizləyicilər izləməyə davam edin, bəyənin və paylaşın.